Bismillah. Böyük sıfırlanma. 2026 bu bürclərə yeni həyat verir. Böyük sıfırlanma başlayır. 2026 bəzi bürclər üçün sadəcə bir il deyil, tamamilə yeni həyatın qapısıdır. Köhnə enerjilər silinir, taleyin senarisi yenidən yazılır. Bu bürclər keçmişlərini geridə qoyub tam başqa bir istiqamətə keçirlər. Qoç, 2026 sənin üçün yenidən doğuluş ilidir. Uzun müddətdir içində saxladığın planlar birdən-birə hərəkətə keçir. Köhnə iş, köhnə münasibət hamısı arxada qalır. Yeni mühit, yeni insanlar və daha güclü bir sən ortaya çıxır. Xərçəng, daxili dünyanda böyük dəyişiklik var. Səni yoran emosional bağlar qopur. Bu il sən öz dəyərini anlayırsan və həyatında ilk dəfə özünü ön plana qoyursan. Sevgi həyatında da sıfırdan başlanğıc görünür. Tərəzi, balans pozulmuşdu, amma 2026 bunu düzəldir. Həyatında radikal qərarlar verəcəksən. İş dəyişə bilər, yaşadığın yer belə dəyişə bilər. Qorxulu görünsə də bu sıfırlanma səni zirvəyə aparacaq. Əqrəb, sənin üçün ən güclü transformasiya dövrüdür. Keçmişin kölgələri ilə vidalaşırsan. Bu il sən ya tamam dəyişəcəksən, ya da həyat səni dəyişməyə məcbur edəcək. Maddi və şəxsi gücün artacaq. Dolça, sənin həyatında yeni səhifə açılır. Uzun müddət gözlədiyin fürsət gəlir və sən risk edib tam fərqli bir yola girirsən. Dost çevrən dəyişir, düşüncə tərzin yenilənir. Nəticə, 2026 bu bürclər üçün itirmək ili deyil. Əksinə artıq lazım olmayan hər şeyin silinməsi ilə həqiqi həyatlarını tapdıqları bir dönüş nöqtəsidir.